Deməli, məntiqdən tez-tez qarşımıza çıxan bölmələrdən biri də Hitoridir. Hitoridə nə istəyir bizdən? Deyir ki, misal üçün, verilmiş Hitoridə bəzi xanaları elə qaraldın ki, hər bir sətir və hər bir sütur üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Rəqəmlər də ola bilər, nəsə hansı işarələrdən söhbət gedir. Qara xanaların ortaq tərəfləri ola bilməz. Rənglənməmiş xanalardan hər birindən digərinə keçid yalnız rənglənməmiş xanalardan sətir və ya sütun üzrə keçməklə çatmaq olar. Ardıcıl olaraq sətirlər üzrə qaralanmış xanaları tapın. Burada deməli, Hitoridə bizim qarşımıza belə sual da çıxa bilər. Məsəl üçün, deyə bilər ki, 3-cü sətir üzrə qaralanmış xanaların cəmini tapın və yaxud da 4-cü sütun üzrə qaralanmamış xanaların cəmini tapın. Yəni, o sual qoyuluşu bizdən istədiyini axırda özü sual qoyur və ona uyğun da prosesi davam elətdiririk. Lakin indi bizim məqsədimiz nədir? Hitori necə tapılmalıdır? Hitorinin mənası, məqsədi nədir? Ona baxırıq. Misal üçün, burada bir kiçik 8-ci sual üzərində baxaq, kiçik sual üzərində baxaq. Sonra daha geniş sual üzərində baxarıq. Misal üçün, Hitoridə birinci işimiz nədən ibarət olur? Birinci işimiz odur ki, birinci, sətir üzrə, hər bir sətir üzrə bir-bir baxacağıq ki, iki eyni işarə arasında, iki eyni hərf və ya eyni rəqəm arasında qalan rəqəmləri, indi bizim Hitorimizdə rəqəmlər verildiyinə görə rəqəmdən gedəcək söhbət. Rəqəmləri biz, belə deyək də, müdafiəyə alacağıq. Məsələn, birinci sətir üzrə baxıram, yoxdur. İkinci sətir üzrə də baxıram, yoxdur. Üçüncü sətir üzrə baxıram, yenə yoxdur. Dördüncü sətir üzrə də yoxdur. Beşinci sətir üzrə də yoxdur. İndi keçirəm sütun üzrə baxmağa. Sütun üzrə də baxanda görürəm ki, yenə də yoxdur. Birinci sütunda, ikinci sütunda var. Məsəl üçün, bu 4. 4-ün həmi aşağı qonşusu, həmi özündən yuxarı qonşusu 5-dir. İki eyni ədəd arasında dedik ki, qalanları nə edirik? Müdafiəyə alacağıq. Bizim birinci şərtlərimizin ən birinci şərtimiz budur. Deməli, sonra başqalarına baxıram və axırıncı sütunumuzda var. Qorumaya aldıq. Bu belə. Sonra nə edirik? Başlayırıq başlanğıcdan. Qorumaya aldığımızın ətrafında olan sətirlər və sütun üzrə olan qonşularına heç nə hələ ki eləmirik. Amma silmiş olsaydıq, yəni üzərindən X çəkmiş olsaydıq, o zaman ətrafdakıları mütləq şəkildə qorumaya alacağıq. İndi proses zamanı izahımızda başa düşəcək söhbət nədən gedir. Gəlirəm, məsəl üçün, buradakı 4-ə baxıram. 4-ə baxıram ki, həm sətir üzrə, yəni baxdığınız kimi, həm sətir üzrə 4 var, həm sütun üzrə 4 var, əlavə 4-lərim var. Deməli, bunlardan mən birini silməliyəm. Mütləq şəkildə birini silməliyəm. Mən əgər, baxın indi, bunu silə bilmirəm. Niyə silə bilmirəm? Nə üçün silə bilmirəm? Qoy mən onu bəri başdan qorumaya alım. Nəyə görə silə bilmirəm? Əgər mən bunu silərəmsə, bu aşağıda qalacaqdır. Bu qalacaq, düzdür? Bu da qalmış olur axı. Bəs mən bunu qorunmaya almışam. Və görürəm ki, bu sətir üzrə 2 dənə 4-üm oldu. Ona görə də mən ən yaxşı variantda, deməli, bunu silməliyəm. Bunu silərkən, bu 4-ümüzü silərkən, bəli, ikinci sətir üzrə bir dənə 4-ümüz qaldı və birinci sütun üzrə də bir dənə 4-ümüz qaldı. Əla. Deməli, birinci sətirdə bir dənə bu 4 qaldığına görə mən bu 4-ü nə edirəm? Avtomatik silə bilərəm. Və sildiyim ədədin hansı işarəni silirəmsə silim, fərqi yoxdur. Onun ətrafdakılarını mütləq qorumaya almalıyam. Deməli, yuxarıdan 4 qorumadadır, yanındakı 4 qorumadadır və aşağıdakı 3 də mütləq qorunmaya alınacaqdır. Gəldik, burada sildiyimiz 4-ə. Buradakı 4-ün də yanındakı 3 müdafiədədir və bu 5 müdafiədədir. Bu 1 də müdafiədədir. Niyə? Çünki bizə şərtdə nə demişdi? Şərtdə deyib ki, 2 dənə
qaralanmış xana yan-yana ola bilməz. Yəni biz əslində bu xananı belə qaralamalıyıq. Sadəcə olaraq bizdən bəzən sualda deyir ki, qaraladığınız xanaların nömrələrini qeyd eləyin və yaxud da cəmini tapın. Onda bizə çətinlik olacaq ki, silək görək altında hansı xana idi. Ona görə də ən yaxşısı x ilə biz onu çıxardırıq. Evli x0 oyunu kimi deyək belə də. Bunu çıxarda bilirik. Ondan sonra gəldik ikinci sütunumuza baxırıq. Məsələn 5. 5-ə baxıram ki, sətr üzrə 1 dənədir. Yuxarıdan aşağı sütun üzrə 2 dənədir. Ona görə də və 2 dənə olduğu yerdə də həmən sətirdə 5-də 2 dənə olduğuna görə elə bu 5-i aradan çıxarda bilərik. Bu 5-i silsək bizim üçün daha məqsədə uyğun olar. Bu 5-i sildiyimizə görə yanındakı 5 qorunmaya alındı və altındakı 1 də qorunmaya alındı. Bu da belə getdi. Sonra gəlirik, deməli sütun üzrə hələ ki gedirik də. Üçüncü sütunumuza baxırıq. Burada bizə mane olan nəyimiz var? Bu sütunda bizə mane olan nə var? 3 yoxdur, dəymirik. Yəni digər düzdür. Görəcəksiniz orada 1 var sütun üzrə. Yəni ona hələ gəlmirik. Baxmayaq. 3-ə baxırıq. 3 nə sətr üzrə təkrarı yoxdur, nə sütun üzrə yoxdur və bizə mane olmur, qalır öz yerində. Digər 4-ü zaten silmişdik, bir də qorunmadadır. Onsuz da bunlar qorunmadaydı. Gəldi ikinci sətr üzrə baxırıq. Baxırıq sətr üzrə. Deməli, burada bizə mane olan nəyimiz var? 4 gedib, bu birisi 4 qorunmadadır, 5 qorunmadadır. Gəlirik 1-ə baxırıq. 1-ə baxanda görürəm ki, sütun üzrə 2 dənədir, sətr üzrə 1 dənədir. Sətr üzrə 1 dənədir. Yəni, bunu silə də bilərəm, silməyə də bilərəm məsələsi var. Amma niyə silə bilmirəm? Çünki mənə şərtdə demişdi ki, rənglənməmişdən, deyək ki, bunlar da rənglənməyibdir, rənglənməmişdən, digər rənglənməmişə necə keçmək lazımdır? Sətr və sütun üzrə keçə bilərik. Məsəl üçün, tutaq ki, mən bu rənglənməmişdən bu rənglənməmişə keçmək istəyirəmsə, mən belə diaqonal vasitəsilə keçə bilmərəm. Sətr üzrə və yaxud da sütun üzrə keçə bilərəm. Ona görə də gəlin bu 1-ə dəyməyək, bu 1-i silək. İrəlidə baxacaq ki, görək bizə maneçiliyi varsa, fikrimizi dəyişərik. Amma hələ ki, şərtə uyğun gedək. Sonra gəldik burada 3-ə. 3-ə baxıram, sətr və sütun üzrə 1 dənədir və mənə heç bir maneçiliyi yoxdur. Ona görə dəymirəm. Əsas məsələlərdən biri də budur ki, Hitoridə biz qaralamağa meyilli olmamalıyıq. Yəni, elə əlimizə nə gəldi, gözümüzə nə göründü, onu rəngləməyə meyilli olmamalıyıq. Çalışdığımız qədər, yəni, humanist olmaq lazımdır da, belə deyim. Gəldik burada 3-cü sətrə baxıram. 3-cü sətr üzrə də 3 qorunmadaydı. 5 silinib, digər 5 qorunmadadır. Buradakı 3 silinmədiyinə görə bu 3 silinibdir. Buradakı 4, buradakı 4-ü artıq mən silə bilmirəm. Deməli, mən buradakı 4-ü siləcəm. Çünki bunun yanında 3 silindiyinə görə mən 2 dənə x yan-yana yaza bilmərəm. Onun yanında ola bilməz. Belə, aşağıdakı 4-ü sildim. Yəni, bu sütun üzrə olan digər 4-ü sildim. Bu belə, bu getdi. Sonra gəldik digər növbəti sətrimizə. 2-yə baxıram. 2-yə baxıram ki, sətr üzrə 1 dənədir, sütun üzrə 2 dənədir. Biri hər halda gedəcəkdir, biri getməlidir. Birinin getməsi üçün yenə baxıram ki, rənglənməmiş hissə var və digərinə sətr üzrə keçməlidir deyə və bunun da yuxarısında, bu 3-ün yuxarısındakı ədəd də qaralanıb, qarşısındakı ədəd də qaralanıb, heç yana çıxışı olmadığına görə bu 2-yə toxunmuram, bu 2-ni qaralayıram. Görək bizə nəsə bir narahatçılığı varmı? Yoxdur. Yəni yanında heç bir, necə deyim, heç birini ehtiyac yoxdur qaralamağa. Deməli, bu 3-ü də qaralamağa ehtiyac yoxdur. Onsuz da bilirik ki, qaraladığımız, yəni x çəkdiyimiz hər bir xananın yanındakıları biz qorunmaya almalıyıq.
Buradakı 1 qaralanıbsa, deməli bu 4 qorunmadadır. Bu 4 də qorunmadadır. Aha. Buradakı 3 bizə mane olmur, çünki yuxarıdakı 3-ü artıq qaralamışıq. Bu da qorunmadadır. Gördüyümüz kimi, yəni mən də nəzər salanda görürəm ki, aha, deməli bizdə yuxarıda belə bir şərt var idi ki, heç qaralanmamış sətri tapın. Məsəl üçün, tutaq ki, 8-ci sualımızın cavabı nədən ibarətdir? Heç qaralanmamış sətrimiz bu sətirdir. 4-cü sətrimiz tamamilə qaralanmadı, gördüyünüz kimi qaralanmayıbdır. Deməli cavabımız budur ki, 4-cü sətr. 4-cü sətr qaralanmadı. Yəni belə. Hitorinin mənası bundan ibarətdir.